Mən Məmmədov Vaqif İslamoğlu, Ağdamlı, özüm musiqi məktəbinin işləyirdim, müəllimi idim. İndi də 32 ildən sonra gəlib məscidimizi ziyarət edirəm. Məscidimizi Allah şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin, polisləri, hökumətimizi, milli o qürurumuzu bulmasın. Ondan sonra dövlətimizi salamat eləsin. Prezidentimizi qorusun. Allah bizə bir də belə yaman günlər göstərməsin. Düşmənlərimizi Allah məhv eləsin, dinə gətirsin. Sağ olun, var olun, Allah sizi var eləsin. Allah bizim bu məscidimizi də qaim-qədim eləsin ki, ömrümüzün hər axırına qədər gəlib bunları biz salamat görək, qəşəng görək. Ondan sonra biz səcdə eləyək ilahiyə ki, ilahi, Allaha şükür ki, biz yaxşı ömür sürürük. Sağ olun, var olun.